Mən Babayeva İnci Həsən qıza 17 iyun 2026-da 28-də yerləşən Billur Estetikdə Gülbadə Abdullayevaya temporal yüz gerdirmə əməliyyatı olmuşam, gördüyünüz kimi. Olmaz olaydım. Dünən sırağa gündən ağrım var. Ağzımın sağ tərəfini hiss eləmirəm, sinirlərimə toxunublar, neyniyiblər bilmirəm. Mənlə konkret maraqlanan yoxdur. Dünən ağzımın qırağının hiss eləmədiyini bildirsəm də, yenə də normaldır deyirlər. Qanaxmalı şəklimi göndərirəm, deyirlər normaldır. Gülbadə xanıma ümumiyyətlə düşə bilmirəm və dünən öyrənmişəm ki, əslində o qanunsuz fəaliyyət göstərirmiş, diplomu filan yox imiş. Çox üzr istəyirəm həssas olanlardan, indi bunu göstərəcəm sizə. Onu qeyd edeyim öncə. Sırağa gün ağrıdan skoru çağırmışam. Skor məni aparmayıb xəstəxanaya ki, bizim plastik əməliyyata müdaxilə eləmək kimi hüququmuz yoxdur. Dünən gecə ağrımışam, dəhşət, məcbur qalıb özüm getmişəm Sabunçu xəstəxanasına. Mənə sadəcə ağrı kəsici vurublar. Bir də cərrah mənim bu yaramın üstünə açıb, çünki çirk eləməsindən qorxurdum. Yaramın üstünə açanda görmüşəm ki, demə mənim dikişim ümumiyyətlə bağlanmayıb, bu sağ tərəfim və dərimin qırışını görürsünüz. Mən bunları dünən bilmişəm. Bu adamın diplomu yoxdur, qanunsuz fəaliyyət göstərir. Heç bir tibbi sənədi yoxdur. Hətta dünən mən öyrənmişəm ki, o əslində saç ustasıymış. TikTokda Fatimənin reklamlarına aldanıb getmişəm. Gülbadə xanımla ümumiyyətlə danışa bilmirəm, məndən əlaqə saxlamır, ancaq asistanı cavab verir. Mənlə maraqlanan yoxdur. Xahiş edirəm bu məsələ ilə bağlı köməklik göstərin.